Hər vaxtınız xeyir, dəyərli dostlar, hörmətli izləyicilər. Uzun müddətdir sizlərlə görüşməmişik və bugün artıq gördüyünüz kimi gündəmi tutan Ramiz Mehdiyev çevrilişi mövzusunda danışmaq istəyirəm. Çünki artıq mənzərə bir xeyli dərəcədə aydınlaşıbdır. Yəni, hər kəs xatırlayır ki, bu necə baş verdi bu olay? Necə deyərlər, günəşli günün tən ortasında birdən ildırım çaxdı. Sən demə, Ramiz Mehdiyev həbs olunub. Əvvəl məlumat belə yayıldı. Ramiz Mehdiyevin haqqında həbs qərarı verilib və o 3 ağır cinayətdə ittiham olunur. Demək, dövlət çevrilişi həyata keçirmək cəhdi, dövlətə xəyanət, yeri gəlmişkən nədənsə Azərbaycanın bir çox, hətta özünə millət vəkili deyən şəxsləri də bunu vətənə xəyanət adlandırır. Halbuki Azərbaycanın cinayət məcəlləsində artıq belə maddə yoxdur, əvvəl olub 57-ci maddə. İndi 874-cü maddə var. Dövlətə xəyanət adlanır bu maddə. Üzrə bir xeyli müddətdir bu dəyişdirilibdir. Xatirinizdə biz müzakirə edən zamanda deyirdik ki, Tərtər qətliamı zamanı həmin bizim günahsız hərbiçilərimizə məhz 274-cü maddəni əksəriyyətə vermişdilər. Onların əksəriyyətinə dövlətə xəyanət maddəsini və qeyri-qanuni yollarla əldə olunmuş maliyyə vəsaitlərinin leqallaşdırılması. Yəni, buna pul yuyulması deyirlər dünya praktikasında. Nə baş verdi? Nə oldu ki, birdən 34 il, daha doğrusu üst-üstə götürsək Sovet dövründən bir yerdə 50 il Azərbaycan Respublikasına, SSR-nin tərkibində olarkən dəxli yoxdur. Müstəqillik dövründə isə 24 il ərzində ölkənin prezident administrasiyasına rəhbərlik etmiş bir şəxs birdən dövlətə xəyanət etmək, hakimiyyəti ələ keçirmək iddiasına düşdü. Nə idi bunun səbəbi? Nə baş verdi ümumiyyətlə? Necə oldu ki, 10 il ərzində, daha dəqiq desək, 9 il ərzində Heydər Əliyevin, ondan sonra İlham Əliyevin etibar elədiyi bir şəxs, ən yüksək səviyyədə mükafatlandırdığı bir şəxs birdən İlham Əliyevə xəyanət elədi. Özdə məhz belə deyirlər, İlham Əliyevə xəyanət elədi. Bilirsiniz, xəyanət ifadəsi ailə zəminində işlədilə bilər. Dövlət başçısına xəyanət anlayışı yoxdur, dövlətə xəyanət anlayışı var. Bunlar detallardır, bunları qoyaq kənara. Mən bu günlərdə bu mövzu haqqında müəyyən epizodlar barəsində danışmışam. Əsasən Azər Freedom kanalında, mənim Exa Baku telekanalında, Rus dilli kanalda böyük bir müsahibəm gedib. Orada daha çox bu münasibətlərin tarixi aspektləri haqqında danışmışam. İlham Əliyev, Ramiz Mehdiyev münasibətlərinin. Və indi bilirsiniz ki, bax bu hadisə, bu başdan deyim ki, bu süni yaradılmış bir hadisədir. Bu, Azərbaycan ictimai rəyində ən önəmli bir məsələyə çevrilibdir və bütün informasiya resursları, bütün YouTube kanalları, Azərbaycandakı saytlar, əsasında dövlətin nəzarətində olan saytlar bu mövzudan əl çəkmirlər. Mövzu elə bir həddə gəlib çatıbdır ki, artıq absurd forması alıbdır. Məsələn, Ramiz Mehdiyev, sən demə, Adnan Əhmədzadə ilə işbirliyində olub. Ramiz Mehdiyev Azərbaycan hava yolları təyyarəsinin vurulmasını təşkil edibdir. Yəqin ki, növbəti xəbər belə olacaqdır. Ramiz Mehdiyev 1920-ci ildə Azərbaycana 11-ci Qızıl Ordunu dəvət edib və ondan əvvəl də 19-cu əsrin əvvəllərində Ağa Məhəmməd Şah Qacarın
qətlini təşkil edir. Bəlkə biraz da uzağa gedəcəklər, deyə bilmərəm. Bu təbliğat nədir? İlk növbədə bu Azərbaycanda medianın, əgər onlara media deyə biləriksə, amma onların izləyiciləri varsa, onları izləyən varsa, deməli mediadır. İstədi, istəmədi, yandaş medianın, əlaltı medianın artıq bir təhdid silahına çevrilməsidir. Gəlin diqqət yetirək, görək həmin o media dediyimiz vasitələr nə işlə məşğuldur? Bir dövlət vəzifəsi tutmuş şəxsləri sorğu-sual edirlər ki, bəs deyirlər, sən Ramiz Mehdiyevin adamısan, sən Ramiz Mehdiyevlə işbirliyində olmusan, mövqe bildir. Adam deyir ki, mən mövqe bildirə bilmərəm. Və çox maraqlı bir detal var burada, dostlar, istəyirəm bunu da sizlə bölüşüm. Yəni, bugün elə aspektlərə toxunmaq istəyirəm ki, siz onu Azərbaycan mediasında bəlkə görsəz də diqqət yetirməyə bilərsiniz. Amma mənim borcumdur, öz fikirlərimi bölüşüm bu barədə. Hər zaman dediyim kimi, əsla mütləq həqiqətə iddialı deyiləm. Deməli, baxın, görün kimləri çağırırlar media vasitələri deyilən həmin o silaha çevrilmək. Yəni, ingiliscində buna weaponization deyirlər. Silaha çevirmək. Media vasitələri faktiki olaraq silaha çevrilibdir. Təhdid silahı kimi, hədə, qorxu, şantaj silahı kimi o çoxdan istifadə olunur. Yəni, əvvəl bu Azərbaycan xalqına qarşı istifadə olunurdu. Sıravi Azərbaycan vətəndaşlarına qarşı, siyasi fəallara qarşı, dindarlara qarşı, cəmiyyətin ayrı-ayrı kəsimlərinə qarşı və indi isə artıq keçmiş və indiki dövlət rəsmilərinə qarşı istifadə olunur. İndiki dövlət rəsmiləri dedikdə bilirsiniz ki, orada bəzi dövlət rəsmilərinin adı çəkilir. Məsələn, deyək ki, Zeynal Nağdəliyevin, hansı ki, bugün prezident administrasiyasında ərazi idarəetmə orqanları ilə iş üzrə şöbənin müdürüdür. Aydın məsələdir ki, tapşırıq olmadan heç bir kəs onun adını çəkə bilməz. Prezident aparatının şöbə müdürüdür bu adam. Deyirlər ki, bu xəyanətkardır, bu Ramiz Mehdiyevin dəstəsindədir, komandasındadır. Deputatların adı çəkilir, onlar da dövlət rəsmiləridir. Ən azı formal olaraq, indi real statusları nədir, onu qoyuram bir kənara. Onlar ali qanunverici orqanın üzvləri sayılırlar. Deyirlər ki, bunlar da Ramiz Mehdiyevin adamlarıdır, yəni Zahid Orucun adı çəkilir, Məlahət İbrahim qızının adı çəkilir. Və eyni zamanda belə absurd iddialar irəli sürülür ki, Ramiz Mehdiyevin bir xeyli adamı var parlamentdə. Tamam. Sual olunur, bu parlament nə vaxt formalaşıb? 24-cü ildə. Ramiz Mehdiyev 19-cu ildə prezident administrasiyasının rəhbəri vəzifəsindən gedibdir. Əgər Ramiz Mehdiyev vəzifədən getdikdən 5 il sonra parlamentə öz adamlarını yığa bilibsə və öz adamlarını yerləşdirə bilibsə, onda Ramiz Mehdiyevin çevrilişə nə ehtiyacı var? Elə bütün hakimiyyət onun əlindədir. Əgər o bu cür gücə malik olubsa, bu cür addım ata bilibsə, bu cür öz komandasını yerləşdirə bilibsə, vəzifədən getdikdən 5 il sonra, deməli, hakimiyyət onsuz da Ramiz Mehdiyevin əlindədir. Başqa nə lazımdır ki? Və yaxud diqqət yetirin, kimləri dəvət edirlər, kimləri sorğu-sual edirlər. Elmar Məmmədiyarov, sən Ramiz Mehdiyevin adamısan deyirlər. Və nə edirlər? Birinci bir, deməli, informasiya resursunun əlindən adamların adını yayırlar. Bu işə, bu çirkli işə APA agentliyi baxır. Digərləri ona istinadla başlayırlar durmadan adamları sorğulamağa, adı çəkilən adamları. Elton Məmmədov, nə bilim, Elmar Məmmədiyarov və ən maraqlısı budur ki, Eldar Mahmudov da Ramiz Mehdiyevin adamıymış. Və yaxud Adnan Əhmədzadə də və nəhayət
Nəcməddin Sadıqov da. Dostlar, mənim çıxışımın əsas qayəsi ondan ibarətdir ki, insanlar izləsin bu çıxışları. Birincisi, alternativ informasiya mənbəyinə malik olsunlar, alternativ məlumatlara malik olsunlar. İkincisi, imkan verməsinlər ki, növbəti dəfə Azərbaycan xalqını aldatsınlar. Bu hissəni tamamlayıb, məsələnin hüquqi tərəfinə keçmək istəyirəm. Bir çox aspektlərinə toxunacam. Haqqınızı halal eləyin, bir yarım saat, bəlkə də bir qədər çox vaxtınızı almaq istəyirəm. Deməli, əvvəla Elmar Məmmədiyarov Azərbaycanın uzun müddət Xarici İşlər Naziri olub və ondan əvvəl o, Azərbaycanın ABŞ-dakı səfirliyində işləyibdi. Həmin dövrdə səfir Mehriban Əliyevanın əmisi Hafiz Paşayev olub. Elmar Məmmədyarovun diplomat kimi bütün fəaliyyəti ondan ibarət olubdur ki, o, Hafiz Paşayevin həyat yoldaşına sürücülük və faktiki olaraq tərcüməçilik edibdir. Və bunun da sayəsində o adam gəlib Azərbaycanın Xarici İşlər Naziri olubdur. Bunun Ramiz Mehdiyevlə nə əlaqəsi? Və yaxud Eldar Mahmudov. Eldar Mahmudov hələ gənclik yaşlarından Moskvada İlham Əliyevlə yaxın münasibətlərdə olub, onun dost çevrəsinə daxil olubdur və hətta İlham Əliyev vaxtilə atasından xahiş edib Eldar Mahmudovu Daxili İşlər Nazirliyində narkotiklara qarşı mübarizə baş idarəsinə rəis vəzifəsinə gətirmişdilər. Onu məhz Ramiz Mehdiyevlə Ramil Usubov əl-ələ verib oradan rədd elədilər. Ondan sonra İlham Əliyev gətirib onu Milli Təhlükəsizlik Naziri təyin elədi və 11 ildən sonra bunun nə ilə bitdiyi hamımıza bəllidir. Və onun çıxarılmasından, MT-nin ləğv olunmasından 10 il keçsə də, MT-nin onlarla generalı, idarə rəisi, yüksək rəsmiləri ağır cinayətlərdə ittiham olunaraq həbs olunsa da Eldar Mahmudova dəyib dolaşan olmadı. Eldar Mahmudovun Ramiz Mehdiyevlə nə əlaqəsi? Məgər Akif Çovdarovun açıqlamaları, məhkəmə ifadələri nə tez unuduldu? Necə oldu? Yaxşı, Eldar Mahmudov işdən çıxarıldı, amma Eldar Mahmudov cəzalandırılmadı. Bu boyda adam tutuldu onun ətrafından, onun təyin elədiyi kadrları, onun polisdən gətirib MT-nə yığdığı quldur dəstəsi tam zərərsizləşdirildi güya. Amma Eldar Mahmudovun özünə gözünün üstündə qaşın var deyən olmadı. İndi birdən yada düşdü ki, sən demə Eldar Mahmudov da Ramiz Mehdiyevlə işbirliyindəymiş. Onun kadrıymış. Xeyr, Eldar Mahmudov məhz İlham Əliyevin kadrı olubdur. Nəhayət. İddia olunur ki, Nəcməddin Sadıqov da Ramiz Mehdiyevlə işbirliyində olub, Ramiz Mehdiyevin adamıdır və bunlar əl-ələ verib Tərtər qətliamını törədiblər. Ramiz Mehdiyevin Tərtər qətliamının təşkilində rolu haqqında, onun mümkünlüyü haqqında mən də danışmışam dəfələrlə, amma tək Ramiz Mehdiyevin yox. Xatırladıram, bu kontekstdə nəyi demişəm? Tərtər qətliamı heç bir halda ölkənin siyasi rəhbərliyinin xeyir duası, razılığı olmadan törədilə bilməzdi. Buna səlahiyyəti çatan da 3 nəfər olar. Fuad Ələsgərov, Ramiz Mehdiyev və İlham Əliyev. İndi Tərtər cinayətini də gətirib Ramiz Mehdiyevin üzərində qapamağa və yaxud ən azı bunun ətrafında bir informasiya burulğanı yaratmağa çalışırlar. Bütün absurd məlumatlar, ağla sığmaz iddialar ortaya qoyulur. Bugün kanalların birində eşidirəm ki, sən demə Ramiz Mehdiyev donuzçuluq ferması açıbmış, kalbasa istehsal eləyirmiş Ukraynada, Ukraynanın işğal altında olan ərazilərində. Və deməliyəm ki, bütün bax bu absurd müzakirələr, bütün bu sərsəm məlumatlar məhz Ramiz Mehdiyevin xeyrinə oynayır. Ramiz Mehdiyevin əlini oynayır. Məsələn, təbliğat texnologiyalarında 2
silah var. Xahiş edirəm, bəyənin, paylaşın, qoy bizə baxanlar çox olsun. Yenə deyirəm, mütləq həqiqət iddialı deyiləm, amma qoy insanlar bir alternativ fikirdə eşitsinlər. İnformasiya texnologiyalarında iki güclü silah var. Bunun biri tərifdir, biri tənqiddir. Bir insanı nə qədər tənqid edirsənsə, bir insanın üzərinə nə qədər çox gedirsənsə, sonda ictimai rəydə bu onun xeyrinə işləyir. Əvvəldə ziyanını işləyir, sonda isə xeyrinə. Tərif əksinə. Bir insanı tərifləyirsən, ilkin mərhələdə bu onun xeyrinə işləyir, sonda isə bu ikrah doğurur. İndi Ramiz Mehdiyevə elə absurd iddialar yapışdırırlar ki, bu son nəticədə Ramiz Mehdiyevin xeyrinə işləyir. Mən buna təəccüblənmirəm. Niyə təəccüblənmirəm? Çünki bugün Azərbaycanda mövcud olan media resurslarının mütləq əksəriyyəti Ramiz Mehdiyevin rəhbərliyi altında yaradılıb, Ramiz Mehdiyevin tapşırığı ilə maliyyələşdirilib və bəlkə bu günəcəndə bir çoxu elə həmin mənbələrdən maliyyələşdirilib. Və ona görə də bütün bu kampaniya bitəndə, bu isə kampaniyadır, unutmayın ki, bu sözümü hatırlayın, bir çox media resursları bağlana bilər. Çünki İlham Əliyev, ona sadiq olan komanda üzvləri, əgər belələri varsa, bilmirəm, anlayanda ki, bütün bu təbliğat Ramiz Mehdiyevin xeyrinə işləyibdir, məcbur olub həmin addımları atacaqlar. Bir çox dediyim kimi YouTube kanallar bağlanacaq, bir çoxları uzaqlaşdırılacaq media məkanından. Çünki sonda bəlli olacaq ki, onlar məhz Ramiz Mehdiyevin əlini oynayıblar. İndi gərək məsələnin hüquqi tərəfinə. Amma yox, icazə verin burada bir məqama da toxunum. Başqa bir adamın da adı hallanır da, mən dedim, Adnan Əhmədzadənin. Adnan Əhmədzadə Ramiz Mehdiyevin adamıdır. Təəccübləndiniz? Adnan Əhmədzadə Messini görünür Ramiz Mehdiyevin nəvələri üçün gətiribmiş. Neft sektoru, dəyərli həmvətənlərim, A-dan Z-yə qədər, sıfırdan 1000-ə qədər tam olaraq daim İlham Əliyevin nəzarətində olubdur. Və Azərbaycanın ən böyük neft alverçiləri 2 nəfər olubdur. Bunun biri Anar Əlizadə, digəri isə Adnan Əhmədzadədir. Bəli, Adnan Əhmədzadədir. Bugün də Adnan Əhmədzadə fərd olaraq həbsdədir, amma onun qurduğu biznes bugün də işləyir. Niyə bunu aparıb Rusiyaya bağlayırlar? Ona görə ki, Adnan Əhmədzadə bilavasitə Rusiya ilə neft alverində olubdur. Və Adnan Əhmədzadə Rusiyanın neftini gətirib Azərbaycan neftinə qatıbdır. Məgər Rusiyanın nefti, Rusiya üçün bugün həyati əhəmiyyət kəsb eləyən, hər yerdə sanksiyalara məruz qalan, hər tərəfdən təcrid olunan Rusiya neftinin satışına Azərbaycan üzərindən səlahiyyət sahibi, ona qərar vermək sahibi Adnan Əhmədzadə idi və ya Ramiz Mehdiyev idi. Ramiz Mehdiyev kim idi ki, Adnan Əhmədzadə onun tapşırığıyla Rusiya neftini satsın? Adnan Əhmədzadə bilavasitə İlham Əliyevin və Mehriban Əliyevanın komandasının nəzarət altında işləyibdir. Tokarın da uzun müddətdir rəhbəri məhz Mehriban Əliyevanın kadrıdır. Bunun Ramiz Mehdiyevə nə əlaqəsi? Dostlar, burada yanlış anlaşma ola bilər ki, sabah məni də damğalayarlar ki, bəs bu da Ramiz Mehdiyevin adamıdır. Birincisi, mən heç kimin adamı deyiləm, heç vaxt olmamışam, mənim adamlarım ola bilər. Özüm haqqında o qədər aşağı fikirdə deyiləm. Bunun üçün heç kəsə rəvasitə verməmişəm. Ramiz Mehdiyevlə vaxtilə o at belində olanda ən böyük savaş aparan adamlardan biri olmuşam. Bunu YouTube'da axtara bilərsiniz, bunu nə bilim Google'da axtara bilərsiniz. Amma bugün, bax bu çirkin kampaniyada heç bir şəkildə iştirak etmək istəməmişəm. Müraciətlər də olub, imtina eləmişəm. Məqbul hesab elədiyim şərhləri vermişəm.
Ramiz Mehdiyevə simpatiyamla və yaxud İlham Əliyevə antipatiyamla və ya əksinə o səbəbdən yox. Əsla o səbəbdən yox. İki başqa səbəbdən. Birinci səbəb, özümü o iyrənc kampaniyanın içində görmək istəmirəm. İkinci səbəb, insanların çaşdırılmasında, onların aldadılmasında, onların diqqətinin ölkənin daxilindəki olduqca ciddi problemlərdən yayındırılmasında iştirak etmək istəməmişəm. Bir xalqı aldatmaq namərdlikdir. Bunun başqa adı yoxdur. İndi gələk məsələnin hüquqi tərəfinə. Dostlar, baxın, Ramiz Mehdiyev həbs olundu. Ramiz Mehdiyev dövlətə xəyanət edib. Ramiz Mehdiyevə qarşı 3 maddə ilə cinayət işi açılıbdır. Deməli, ittihamı təbii ki, prokurorluq verir. DTX istintaq aparır. Səbail məhkəməsi Ramiz Mehdiyevin haqqında ev tutaqlığı qəti imkan tədbiri seçibdir. 4 aylıq. Nəhayət, Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib İlham Əliyevin fərmanı ilə. Amma bütün bunun heç bir sənədi, sübutu yoxdur ortada. Yalnız bir, dediyim kimi, media burulğanı gedir. Bir şantaj, bir beyin hücumu, nə bilim, bir dezinformasiya kampaniyası və indi bu kampaniyada iştirak edənlər maraqlı suallar verirlər. Özləri başlayıblar deməyə ki, heç bir hüquqi sübut yoxdur ortada. Heç bir sərəncam, fərman, nə bilim, məhkəmə qərarı, hökmü, heç nə yoxdur. Niyə deyirlər? Çünki artıq qorxmağa başlayıblar ki, sonda həmin bax bu media deyilən, bu qarayaxma alətlərini neynəyəcəklər? Verəcəklər, ruslar demiş, raskoda. Yəni, xərcləyəcəklər, çıxıb gedəcəklər. Dövlət sabah deyəndə ki, bizim xəbərimiz olmayıbdır. Bunlar dövlət resursları deyil. Və bunlar özbaşınalıq eləyiblər. Amma gəlin, deyək ki, o versiya inandıq. Ramiz Mehdiyev Adnanla birləşib dövlət çevrilişi eləmək istəyirlər. Çox gözəl. İnandıq. Ramiz Mehdiyev Mehriban Əliyevanın düşməni, Adnan Əhmədzadə Mehriban Əliyevanın kadrı. Necə oldu? Dostunla düşməni birləşdilər və buna qarşı çıxdılar, bunlara qarşı çıxdılar. Belə şey ola bilərmi? Hüquqi tərəfini dedik. Hüquqi baxımdan dediyim kimi, ölkə prezidentinin adından məlumat yayır media ki, prezident filankəsi Ramiz Mehdiyevi konkret halda demək, Təhlükəsizlik Şurasının üzvlüyündən azad eləyibdir. Amma bu barədə dövlət başçısının özünün səhifəsində, dövlət agentliyi olan Azərtacın səhifəsində, dövlət kanalı AzTV-də heç bir yerdə rəsmi məlumat yoxdur. Nə baş verir? Bunun üçün məsələnin əvvəlinə getməliyik. Bir daha xahiş edirəm, paylaşın. Görürəm, kifayət qədər insanlar izləyir. Hamınıza təşəkkür edirəm. Hamınızı görmək xoşdur. Bəyənin, paylaşın. Qoy bizə baxanlar çox olsun. Qoy insanlar görsünlər ki, alternativ fikirlər nədən ibarətdir. Səhvdir, düzdür. Bunu buraxıram hər kəsin öz səlahiyyətinə. Qoy hər kəs öz fikrini yazsın. Bilirsiniz, bütün rəyləri oxuyuram. Amma sual olunur ki, yaxşı, ilk gündən nə izahat verildi? Azərbaycan insanına dedilər ki, Rusiya 5-ci kolonunun rəhbəri, Rusiya agentura şəbəkəsinin başçısı, ironiyaya baxın, Ramiz Mehdiyevə Rusiya 5-ci kolonunun başçısı adını mən vermişəm. Tam ciddi deyirəm. Yəni, bu qeyri-təvazökar görünə bilər, üzürlü sayın, amma fakt bu belədir. Və Ramiz Mehdiyev vəzifədə olanda, Rəsul Oruclu Bakıda yaşayanda, Azərbaycanda yaşayanda bunu mən demişəm mətbuata. Kimsənin cəsarəti çatmırdı bunu deməyə. İndi hamı cəsarət olub, hamı qəhrəman olub, hamı Robin Hood olub. İlk 2 gün ərzində bunu bu şəkildə təqdim elədilər ki, güya Rusiya Azərbaycanda çevriliş etmək istəyirdi və Ramiz Mehdiyevi də bu çevrilişdə istifadə edirdi. Onu və onun komandasını. Və bu məlumat nə zaman yayıldı? İlham Əliyev düşənbədə Putinlə görüşəndən sonra.
Nə qəribədir. Rusiya, yəni Putin, düşənbədə İlham Əliyevdən Azərbaycan mediasının təbirincə desək, üzr istədi təyyarənin vurulmasına görə. Əslində Putin doladı bizi, elə İlham Əliyevi də. Deməklə ki, mənim bu hadisənin detalları barədə cəmi 2 gün qabaq ətraflı məlumatım olub, hansı ki, bütün bu dövrdə, bu 1 ilə yaxın müddətdə elə İlham Əliyevlə Putin arasında birbaşa ən azı 2 telefon danışığı olmuşdu. Konkret bu məsələ haqqında Putinin xəbəri yox imiş. Putin doladı bizi, ələ saldı. Amma bu üzrxahlıq kimi təqdim olundu, Azərbaycan-Rusiya münasibətlərində istiləşmə kimi təqdim olundu və həmin anda Rusiya çevriliş edildi. Niyə? Nəyə görə? 2 gündən sonra birdən gündəmi dəyişdilər. Dedilər ki, yox, bəs deməsənmi, Putin Ramiz Mehdiyevi təhvil veribdir. Niyə? Nəyə görə təhvil verməlidir? Rusiya üzrxahlıq eləyir, Rusiya Ramiz Mehdiyevi təhvil verir. Bəlkə Putin gəlib Bakıda bir diz çökməli idi də. Nə qədər ağla sığmaz, nə qədər cəfəng bir iddiadır, təsəvvür edirsiniz. Siz harada görmüsünüz ki, böyük bir imperiya özünün etibarlı adamını, böyük bir komandaya rəhbərlik edən bir şəxsini təhvil versin. Tamam, amma gəlin bunu da qəbul edək. Deyək ki, Putin İlham Əliyevə təhvil verdi. Ramiz Mehdiyevi dedi ki, bəs bu məni bezdirib. Söhbətə baxın, elə bilin ki, adamlar bazarda alver edirlər. Deyir, bu alıcı məni bezdiribdir, rədd edin bunu buradan. Siyasətdir, imperiyanın siyasətidir. Rusiya imperiyasının. Bezdirib nədir? Ramiz Mehdiyev Kremlin bütün qapıları üzünə açıq olmuş bir şəxsdir. Ramiz Mehdiyev təkcə bir komandanın rəhbəri olmayıbdır. Ramiz Mehdiyev həm də Azərbaycandakı Rusiya pərəst kəsimin simvoludur. Birləşdirici simvoludur. Onun yaşının, səhhətinin, fiziki durumunun dəxli yoxdur. O simvoldur. Və birdən val dəyişdi. Dedilər ki, Putin təhvil verib. Tamam, gəlin buna da inanaq. Amma onda buradan nə suallar çıxır? Ən azı 3 sual çıxır. Əgər Putin bunu təhvil vermişdisə, bunu ilk gündən niyə yazmırdınız, niyə demirdiniz? Aydın məsələdir ki, bütün bu yazıların, mətbuatın fəaliyyətinin arxasında 2 qurum dayanır. Prezident administrasiyası və Dövlət Təhlükəsizlik Xidməti. Mən bu şeyləri bir qədər ilk gündən görüb, biraz savadlı, biraz peşəkar təşkil etmək olmazdı mı? Birinci sual. Niyə bunu vaxtında eləmirdiniz ilk gündən? İkinci sual. Əgər Putin Azərbaycanda çevriliş olacağı barədə Azərbaycan dövlətinin başçısına məlumat verirsə, Azərbaycan dövlətinin hüquq mühafizə, təhlükəsizlik orqanları, siyasi hakimiyyət orqanları nə işlə məşğuldur? Ölkənin içində bu boyda şey hazırlanır, onların xəbəri yoxdur. Üçüncü sual. Suallar çoxdur. Mən əsas 3 sualı səsləndirmək istəyirəm. Əgər Ramiz Mehdiyev 10 illər, üzr istəyirəm, Rusiya 10 illərlə ona etibarlı xidmət etmiş, Ramiz Mehdiyevi təhvil verirsə, nəyin qarşılığında təhvil verir? İlham Əliyev ilə Putin arasındakı görüşdə hansı razılaşma əldə olunubdur ki, Putin o boyda etibarlı adamını təhvil verir? İlham Əliyev hansı öhdəliklər götürübdür ki, Putin bu addımı atır? Dostlar, bu mənim iddialarım deyil. Bu ortaya qoyulan həmin o absurd iddianın ortaya çıxardığı suallardır və təbii suallardır. Düşünən hər bir insan bu sualları verməlidir özünə və verir də. Çünki heç də hər kəs manipulyasiya predmeti deyil. İndi gedək bir qədər də uzağa. Deyək ki, bu həqiqətən belədir. Deyək ki, Adnan Əhmədzadə də Ramiz Mehdiyevin tapşırığından Rusiya neftini satırdı. Bəs SOCAR hara baxırdı? Bakı, Tiflis, Ceyhan, ondan sonra
Səngəçal terminalı bunlar Ramiz Mehdiyevin nəzarətində idi, yoxsa Adnan Əhmədzadənin? Ümumiyyətlə Rusiya neftinin gəlin görək dünyada satışı, onun gizli yollarla alıcıya çatdırılması hansı səviyyədə müzakirə olunur? Kimlər səviyyəsində? Mən sizə burada 4 ad sadalayacağam. Dünyanın 4 güclü dövlətinin rəhbərləri. Donald Trump, Vladimir Putin, Ravendra Modi, yəni Hindistanın baş naziri və Xi Jinping, Çin Xalq Respublikasının sədri. Niyə görə bu sonuncu, ikincisi? Aydın məsələdir ki, Rusiya neftinin əsas alıcıları kimi. Ramiz Mehdiyev kimdir ki, bu siyahıda iştirak eləsin? Adnan Əhmədzadə kimdir ki, bu siyahıya qoşulsun? Deməli, indi bu məsələni də qapamaq lazımdır. Azərbaycan ictimai rəyinə yeritmək lazımdır ki, bəs deməzsənmi, Rusiyanın oğurluq, qaçaq neftinin satılmasını da Ramiz Mehdiyev təşkil eləmişdir. İndi gəlin başqa bir məsələyə toxunaq. Deyək ki, həqiqətən də belədir. Bütün bu iddiaların hamısı belədir. Doğrudan da dövlət çevrilişinə hazırlıq gedib, doğrudan da Ramiz Mehdiyev komanda toplayıb, komandasından işləyib, nə bilim, vəzifələr bölüb, siyahı tutub, siyahını Moskvaya ötürüb. Həmin bu söhbət çıxandan, yəni çevriliş təhlükəsi söhbəti çıxandan heç kim həbs olunmuyubdur. Heç kim. Ramiz Mehdiyevə bir, deməli, ev tutaqlığı güya verilibdir. Başqa heç kim həbs olunmuyubdur. Yəni, o deməkdir ki, şəbəkə yerindədir. Ramiz Mehdiyevin telefonu da əlindədir, zəng eləyirlər, cavab verir. Sual olunur ki, bugün ölkənin iki mühüm şəxsi ölkə ərazisində deyil. İlham Əliyev Qazaxıstandadır, Mehriban Əliyeva Vatikanda. Bu səfərlər də maraqlıdır, elə deyilmi? Ölkənin iki ilk vəzifə, səlahiyyət sahibi olan şəxs ölkədə deyil. Bunda Ramiz Mehdiyev niyə çevriliş eləmir ki? İdeal zəmindir də, çox münbit zəmindir bugün çevriliş üçün. Amma çevriliş yoxdur. Və yaxud bu çevriliş anonsu veriləndən bu günə də dediyim kimi İlham Əliyev 2 xarici səfərə gedib. 1. Misirə gedibdir, Fələstin-İsrail münaqişəsinin müzakirəsinə, indi də Qazaxıstana. Nə baş verir? Niyə bu mövzular gündəmə gəlibdir? Niyə İlham Əliyevin, Heydər Əliyevin 10 illər boyu sadiq rəhbəri olmuş, yəni administrasiya rəhbəri olmuş Ramiz Mehdiyev xəyanət yolunu tutub? Nədir bunun səbəbi? Birincisi, dediyim kimi, ortada heç bir iddia yoxdur. Yəni, rəsmi iddia yoxdur. Odur ki, bunu qoyaq kənara. İndi çalışaq aydınlaşdıraq, nə baş verir? Burada böyük bir şou yaradılıbdır. Bu şounun bir neçə məqsədi var, bir neçə hədəfi var. Birinci, Azərbaycanda siyasi hakimiyyətin dayağı olaraq region dəyişikliyi gedir. Bilirsiniz, çox təəssüf ki, Azərbaycan siyasətində və Azərbaycan cəmiyyətinin özündə də bu regionçuluq faktoru var. Məsələn, deyirlər ki, Heydər Əliyev gəldi hakimiyyətə, Naxçıvanlar hakimiyyəti ələ keçirdi. Naxçıvanlar nə əldə elədi bundan? Naxçıvanın yarısı yoxdur. Qul əməyindən məşğuldur. Bir ucu Rusiya, bir ucu Türkiyə, Avropa. Səpələndi, Naxçıvan əhalisinin yarısı yoxa çıxdı. Bu idi mi Naxçıvanların xeyri? Söhbət axı burada Naxçıvanlardan getmir. Bir-birinlə ailə, tayfa, qohumluq münasibətində olan bir ovuc adamdan gedir ki, onların heç böyük əksəriyyəti heç yerli Naxçıvanlı da deyil. İçlərinə geçsək Azərbaycanlı da deyil.
İndi görünür ki, bir klan dəyişikliyi gedir və bu klan dəyişikliyi də Azərbaycan xalqına bir, necə deyərlər, islahat kimi təqdim olunur. Baxın, indi asta-asta deyirlər, referendum keçiriləcək, nə bilim, parlament buraxılacaq, nə bilim, yeni seçkilər təyin olunacaqdır. Bəlkə də olunacaqdır. Amma bu nəyi dəyişəcək? Heç nəyi dəyişməyəcək. Heç bir şey dəyişməyəcək. Ölkədə nə iqtisadi islahatlar getməyəcəkdir, nə hüquqi islahatlar getməyəcək, nə siyasi islahatlar getməyəcəkdir. Niyə getməyəcək? Çünki artıq o islahatlar zamanı ötürülübdür. Hakimiyyət özü bunu çox gözəl başa düşür. Bütün islahatların kökündə iqtisadi islahatlar dayanır. Çünki hər bir insan üçün ən aktual sual çörək var sualıdır. Çörək olacaq sualıdır. Çörək isə yoxdur. Amma iqtisadi islahatlara başlamaq və onun nəticəsini əldə eləmək zaman tələb eləyir. Və iqtisadi islahatlar bu dünya praktikasında müxtəlif ölkələrin təcrübəsindən aydın olan bir şeydir. İlkin nəticədə daha çox sosial problemlər yaradır. Sonradan artıq müsbət nəticələr verməyə başlayır. Hakimiyyət buna gedəcəkmi? Əlbəttə getməyəcəkdir. Bunun başqa səbəbləri də var. İqtisadi islahatları həyata keçirmək üçün mülkiyyətin toxunulmazlığı, sahibkarlığın sərbəstliyi, bazarın azad fəaliyyəti üçün minimum hüquqi baza yaradılmalıdır. Yəni, qanunun aliliyi təmin olunmalıdır, müstəqil məhkəmə sistemi bərpa olunmalıdır və maksimum monopoliyalar, yəni inhisarçılıq ləğv olunmalıdır. Bunu edəcəklərmi? Xeyr, etməyəcəklər. Niyə? Çünki müstəqil məhkəmə sistemi artıq bu icra hakimiyyətinin, ali icra hakimiyyətinin, prezident hakimiyyətinin nəzarətindən çıxa bilər və çıxır da. Bu da edilməyəcəkdir. Deməli, bunun hamısı şoudur. İkinci səbəb. Bugün Azərbaycanın Rusiyadan uzaqlaşmasını göstərən bir şou lazımdır. Ki, Azərbaycan Rusiya ilə düşməndir, Rusiya Azərbaycanda çevriliş həyata keçirmək istəyir. Azərbaycan Rusiyanın neftini satmır, bu nefti satdıran Ramiz Mehdiyev olubdur və s. Və iqtisadi islahatlar da, burada bir dəyərli izləyicim qeyd eləyir, hüquqi islahatlarsız qeyri-mümkündür. Hüquqi islahatlar da iqtisadi islahatlarsız qeyri-mümkündür. Üçüncü səbəb. Təbii ki, hakimiyyətdəki köhnə kadrlardan canını qurtarmaq lazımdır. Mən də belə düşünürəm. Amma gəlin görək, köhnə kadrların yerinə gətirilən kadrların arasında neçə uğurlu kadr var? Hər kəs özü üçün bu sualı versin. Sahil Babayev, Emin Əmrullayev, Ceyhun Bayramov, Rövşən Nəcəf, Mikayıl Cabbarov, bunların hansı biri özündən əvvəlki kadrlardan xeyli dərəcədə fərqləndi, yaxşı mənada? Mən bu sualın cavabını açıq buyuram. Özüm bu suala cavab vermək istəmirəm. İstəyirəm, hər kəs özünə bu sualı versin. Onda biləcəksiniz ki, yeni gətirilən kadrlarda nəyi edəcəklər? Yəni, indiyəcən, bax, bu sadaladıqlarım nə ediblərsə, onlar da onu davam etdirəcəklər. Parlamentdə köhnə, yaşlı, nəslin, nə bilim, o Ramiz Mehdiyevin adamları deyilənlərin oturması və yaxud İlham Əliyevin diktəsi ilə səs verənlərin oturması nəyi dəyişəcək? Bu sualı da siz özünüzə verin. Mən özüm üçün bunun cavabını bilirəm. Nəhayət, bir klanın hakimiyyətdən gedib digərinin onu əvəz etməsi nəyi dəyişəcək? Yenə bir tayfa, bir dəstə qohum əqraba
gəlib vəzifələri tutacaq. Bu suallar verilir mənə. Məsələn, deyirlər ki, filan otel əhvalatından bağlı münasibət bildiriblər. Mən o məsələlərə münasibət bildirmək istəmirəm dostlar. Bilirsiniz, indi hakimiyyət bu start verdiyi media kampaniyasının, təbliğat kampaniyasının fonunda elə çirkli texnologiyalar işə düşübdür ki, onları qabartmağa, onları yaymağa, onları bölüşməyə, onları müzakirə etməyə ehtiyac yoxdur. Gəlin ciddi məsələlərə diqqət yetirək. Ciddi məsələlər ondan ibarətdir ki, Ramiz Mehdiyev həbs olunacaqmı? Bilmirəm. Yəqin ki, yox. Ramiz Mehdiyevin komandasında hansısa ölçülər götürüləcəkmi? Yəni, orada deyirlər bir çevriliş komandası var. Onlar tutulacaqmı? Bilmirəm. Doğrudan bilmirəm. Çünki bu günəcən onların haqqında heç bir hüquqi tədbir yoxdur, rəsmi olaraq. Deyirlər ki, sorğulanıb, ailə üzvləri sorğularının çıxışlarına qadağa qoyur. Azərbaycanda insanların çıxışına ölkədən qadağa qoymaq ən asan bir şeydir. Dostlar, dünyada elə bir ölkə yoxdur ki, həmin ölkədə vətəndaşların ölkədən çıxışına 14 qurumun qadağa qoymaq səlahiyyəti olsun. Bu, ağla sığmaz bir şeydir. Sərhədlərin bağlılığı bir yana, insanların ölkənin sərhədlərindən kənara çıxmağının məhdudlaşdırılması Azərbaycan konstitusiyasına ziddir. Əgər bir insan doğrudan ictimai təhlükə doğurursa, o istintaqdan yayınırsa, onun barəsində ağır cinayətdə ittihamlar varsa, onu həbsə atmaq lazımdır. Bu zaman onun barəsində ölkədən çıxışa məhdudiyyət məhkəmə qərarından tətbiq oluna bilər. 14 qurum ölkədə öz başına istədiyi adamın ölkədən çıxışına qadağa qoya bilər. Ona görə mən təəccüblənmirəm ki, belə bir məhdudiyyət tətbiq olunmuş olar. Amma gəlin görək, sonda nə baş verəcək? Variant 1. Deyək ki, doğrudan da bu məsələ sübuta yetirildi hər hansı bir şəkildə. Birisi Azərbaycanda insanı tutub, ona sübut eləmək olar ki, o dəvədir. Hətta özü etiraf eləyər ki, o dəvədir. Tutalım ki, bir dəstəni tutdular, atdılar həbsxanaya. Burada bir şeyi xatırlatmağa məcburam. 2005-ci ildə bilirsiniz, Fərhad Əliyev, Əli İnsanov, Akif Muradverdiyev, Fikrət Yusifov, keçmiş Maliyyə Naziri. Bax, bu adamlar həbs olundu. Dövlət çevrilişinə cəhd iddiamından sonunda korrupsiya və digər maliyyə cinayətlərinə görə mühakimə olundular. İndi bu dəfə tutsalar belə hansı iddiamlar veriləcəkdir? Bu da maraqlı sualdır. Amma deyək ki, tutmadılar. İkinci variant. Bunda hakimiyyət bu xalqa nə cavab verəcəkdir? Bu nə idi? Nə idi baş verənlər? Ehtimallarımdan birini deyə bilərəm. Hakimiyyət deyəcək ki, onun bizə heç bir aidiyyəti yoxdur. Nə bir dövlət nümayəndəsi, dövlət qurumu açıqlama verməyib bu barədə, dövlət mediası heç bir məlumat verməyib bu barədə. Bunu həmin o media resursları öz başına götürüb yayıblar. Biri yayıb, digəri də ondan götürüb, kopya eləyib, digəri oradan paylaşıb və s. Bəs dəyişən nə olacaq? Mən deyə bilərəm. Azərbaycan insanının məyusluğu dərinləşəcək. Onun sosial-iqtisadi durumu ağırlaşacaq bir qədər də. Onun təhqir olunduğu, yəni bir xalqın bu şəkildə aldadılması təhqir etməkdir bir xalqın. Təhqir olunduğu üzə çıxacaqdır. Ona görə gəlin, imkan verməyək. Bizi aldatsınlar, bizi təhqir eləsinlər. Gününüz uğurlu olsun.